Qoç. Bugün daxili enerjinizin pik nöqtəyə çatdığını hiss edərək yataqdan tamamilə fərqli bir əhval-ruhiyyə ilə oyanacaqsınız. Marsın səmada yaratdığı unikal bucaq sizə qarşısı alınmaz bir cəsarət və sarsılmaz özünəynam hissi bəxş edir. Uzun müddətdir təxirə saldığınız çətin layihələrin tozlu qovluqlarını açmağın əsl zamanı gəlib çatdı. İş yerində rəhbərliyin diqqətini cəlb edəcək vizyoner və innovativ təkliflərlə çıxış etməkdən qətiyyən çəkinməyin. Maliyyə məsələlərində uzaq görən davranmaq gələcək investisiyalarınızın təməlini bugün qoymağa kömək edəcək. Şəxsi münasibətlərdə partnyorunuzun sizdən gözlədiyi o kiçik, lakin səmimi addımı atmaq üçün ideal şans yaranıb. Subay qoçlar isə günün ikinci yarısında təsadüfi bir baxışla həyatlarını dəyişdirəcək insanla qarşılaşa bilərlər. Sağlamlıq bədəninizin sizə göndərdiyi siqnallara qarşı daha həssas və diqqətli olmağı tələb edir. Gərgin iş qrafiki arasında qısa fasilələr vermək zehni gümrahlığınızı qorumaq üçün olduqca vacibdir. Ətrafınızdakı insanların mənfi enerjisinin sizin daxili hüzurunuzu pozmasına heç bir vəclə icazə verməyin. Axşam saatlarında təmiz havada gəzinti bədəninizdəki yorğunluğu tamamilə götürəcək və ruhunuzu dincəldəcək. Bugün qəbul edəcəyiniz qərarlar yaxın bir ay ərzindəki taleyinizi formalaşdırmaq gücünə malikdir. Müdiriyyətlə münasibətlərdə diplomatiyanın gücündən istifadə etmək karyeranızda yeni qapılar aça bilər. Daxili səsinizin pıçıltılarına qulaq assanız, ən qaranlıq dalanlardan belə rahatlıqla çıxış yolu tapacaqsınız. Özünüzü intellektual cəhətdən inkişaf etdirəcək yeni bir onlayn kursa qeydiyyatdan keçmək üçün əla gündür. Möcüzələrin varlığına inanın və kainatın sizə təqdim etdiyi bu möhtəşəm fürsətləri sevgi ilə qucaqlayın. Buğa. Maddi sabitliyinizi qorumaq və möhkəmləndirmək üçün ulduzlar bugün sizin tərəfinizdə qərar tutub. Gözlənilməz mənbələrdən gələn pul axını büdcənizdəki bəzi boşluqları bağlamağa imkan verəcək. Peşəkar fəaliyyətinizdə təmkinli və səbirli strategiyanız nəhayət ki öz bəhrəsini və şirin meyvələrini verməyə başlayır. Həmkarlarınızın sizin təcrübənizə və rəyinizə ehtiyac duyması komandadakı avtoritetinizi daha da yüksəldəcək. Eşq həyatınızda romantik və unudulmaz anlar yaşamaq üçün bu axşam xüsusi bir plan hazırlaya bilərsiniz. Yaradıcılıq potensialınız o qədər yüksəkdir ki, adi bir ideyanı sənət əsərinə çevirmək iqtidarındasınız. Bədəninizin mineral və vitamin balansına diqqət yetirmək ümumi tonusunuzu əhəmiyyətli dərəcədə artıracaq. Köhnə dostlardan gələn bir zəng sizə keçmişin xoş xatirələrini vərəqləmək üçün bəhanə olacaq. Evinizdə etmək istədiyiniz kiçik dizayn dəyişiklikləri yaşayış məkanınızın aurasını tamamilə yeniləyəcək. Hisslərinizi gizlətmək əvəzinə onları açıq şəkildə ifadə etmək qarşı tərəfdə böyük rəğbət oyadacaq. Hüquqi və ya rəsmi sənədləşmə işlərində qarşıya çıxan maneələr günorta saatlarında öz-özünə həllini tapır. Həyatın ritmini biraz yavaşlatmaq sizə ətrafdakı gözəllikləri daha dərindən dərk etmək imkanı verəcək. Qarşınıza qoyduğunuz böyük hədəflərə doğru addımlayarkən kiçik uğurları da qeyd etməyi unutmayın. Alış-veriş zamanı emosional qərarlardan qaçmaq cibinizin sonraki günlərdə rahat nəfəs almasını təmin edəcək. Ruhunuzun ehtiyac duyduğu o səssizliyi tapmaq üçün bugün kitab oxumağa vaxt ayırın. Hər bir çətinliyin arxasında gizlənən hikməti görmək sizin yetkin xarakterinizin ən bariz nümunəsidir. Ulduzların bugün sizə bəxş etdiyi dincliyi ürəyinizdə hiss edin və sabaha inamla baxın. Əkizlər. İnformasiya axınının sürətləndiyi bu gündə ünsiyyət bacarıqlarınız sayəsində bütün qapıları asanlıqla açacaqsınız. Zehniniz eyni anda bir neçə parlaq ideya istehsal edərək ətrafınızdakı insanları valeh etməyi bacarır. Yeni tanışlıqlar və işgüzar görüşlər gələcəkdə sizə böyük perspektivlər vəd edən tərəfdaşlıqlara yol aça bilər. Səyahət planları qurmaq və ya yeni şəhərləri kəşf etmək istəyi daxilinizdə güclü şəkildə baş qaldıracaq. Münasibətlərdə yaranan xırda anlaşılmazlıqları iti zəkanız və şirin dilinizlə dərhal yoluna qoya biləcəksiniz. Maliyyə risklərindən qaçmaq və tələsik investisiya qərarları verməmək bugün xüsusilə vacib şərtdir. Yuxu rejiminizə riayət etmək gün ərzində itirdiyiniz enerjini bərpa etməyin ən effektiv yoludur. Həyatınızda təmizlik etmək sizə yük olan lazımsız əşyalardan və insanlardan uzaqlaşmaq vaxtıdır. Təhsil və ya fərdi inkişaf sahəsində atacağınız addımlar intellektual bazanızı daha da gücləndirəcək. Yaxın dostunuzun sizə etibar edəcəyi bir sirr aranızdakı etibarı daha yüksək pilləyə qaldıracaq. Hisslərinizin rəqs etdiyi bugün yaradıcı yazılar yazmaq və ya rəsm çəkmək ruhunuza yaxşı təsir edər.
Tənqidlərə qarşı dözümlü olmaq və onlardan dərs çıxarmaq peşəkar inkişafınızı sürətləndirən amildir. İnadkarlıq etmək əvəzinə hadisələrin təbii axınına uyğunlaşmaq sizə böyük bir rahatlıq bəxş edəcək. Axşam saatlarında ailə üzvləri ilə keçiriləcək səmimi şam yeməyi bağlarınızı daha da möhkəmləndirəcək. Taleyin sizə hazırladığı sürprizlərə açıq olun və hər anın dadını çıxarmağa çalışın. Özünüzə olan inamınızı sarsıtmağa çalışan bədxahlara ən gözəl cavabı əldə etdiyiniz uğurlarla verəcəksiniz. Xərçəng. Bugün intuisiyanız o qədər güclüdür ki, baş verəcək hadisələri öncədən hiss etmək qabiliyyətinə sahibsiniz. Eviniz və ailənizlə bağlı məsələlər günün əsas diqqət mərkəzində olaraq sizdən qayğı tələb edəcək. Şəxsi məkanınızda yaradacağınız komfort və hüzur daxili dünyanızın tarazlığını qorumağa kömək edəcək. Karyeranızda uzun müddətdir gözlədiyiniz o ədalətli qərar nəhayət ki, bugün rəhbərlik tərəfindən verilə bilər. Keçmişdə qalan bəzi emosional inciklikləri bağışlamaq ruhunuzu ağır bir yükdən birdəfəlik azad edəcək. Maddi durumunuzu yaxşılaşdıracaq əlavə qazanc imkanları haqqında ciddi şəkildə düşünməyə başlamalısınız. Dietanıza diqqət etmək və zərərli vərdişlərdən uzaq durmaq sağlamlığınız üçün bugün mütləqdir. Partnyorunuzla daxili qorxularınızı bölüşmək aranızdakı emosional bağı görünməz tellərlə daha da gücləndirəcək. Həyatınızın bu mərhələsində özünüzə olan sevgini və hörməti hər şeydən üstün tutmağı öyrənməlisiniz. İş mühitində bəzi dedikodulardan kənarda qalmaq nüfuzunuzu qorumağın ən ağıllı və düzgün yoludur. Yaradıcı enerjinizi bağçılıqla və ya bitkilərə qulluq etməklə reallaşdırmaq sizə inanılmaz dərəcədə dinclik verəcək. Birgə fəaliyyət göstərdiyiniz insanların real niyyətlərini sezmək üçün müşahidə qabiliyyətinizdən maksimum istifadə edin. Yaxın gələcəkdə reallaşdıracağınız böyük planların eskizlərini bugün cızmağa başlamaq uğurlu nəticələr vəd edir. Ruhunuzun dərinliklərində gizlənən o güclü və məğrur insanı kəşf etmək vaxtı gəlib çatdı. Başqalarına kömək etmək arzunuz bugün bir neçə insanın həyatına işıq salmağınıza səbəb olacaq. Özünüzü baskı altında hiss etdiyiniz anlarda dərindən nəfəs alın və hər şeyin müvəqqəti olduğunu xatırlayın. Şiir. Parlaq xarizmanız və sarsılmaz liderlik keyfiyyətləriniz bugün daxil olduğunuz hər bir mühitdə dərhal fərqlənəcək. İş yerində təşəbbüsü ələ almaq və komandanı arxanızca aparmaq sizə böyük nüfuz qazandıracaq. Səhnədə olmaq və diqqət mərkəzində qalmaq daxili motivasiyanızı ən yüksək həddə çatdıracaq. Maliyyə sahəsində böyük bir müqaviləyə imza atmaq və ya gəlirli ortaqlıq qurmaq şansınız var. Eşq həyatınızda ehtirasın və məhəbbətin alovlandığı, ürəyinizi yerindən oynadacaq hadisələr zənciri yaşana bilər. Səhhətinizlə bağlı idman fəaliyyətlərinə başlamaq bədəninizin gümrahlığını və gəncliyini uzun müddət qoruyacaq. Özünəynam hissiniz ətrafınızdakı insanlara da sirayət edərək onlara böyük ilham mənbəyi olacaq. Dostlarınızla təşkil edəcəyiniz əyləncəli bir görüş günün gərginliyini üzərinizdən tamamilə atmağa kömək edəcək. Şəxsi inkişaf kitabları oxumaq və ya fəlsəfi mövzularda düşünmək dünya görüşünüzü xeyli genişləndirəcək. Təkəbbürlü görünməmək üçün ətrafdakıların da fikirlərinə hörmətlə yanaşmağı və dinləməyi yaddan çıxarmayın. Sərmayə qoymaq istədiyiniz sahələri dərindən araşdırmaq gələcəkdə yarana biləcək itkilərin qarşısını alacaq. Həyatın sizə təqdim etdiyi bütün çətinlikləri bir oyun kimi qəbul edərək qalib gəlməyə fokuslanın. İncəsənət və mədəniyyət tədbirlərində iştirak etmək estetik zövqünüzü və daxili dünyanızı zənginləşdirəcək. Cömertliyiniz və xeyirxahlığınız sayəsində bugün bir çox insanın duasını və rəğbətini qazanacaqsınız. Şübhələri kənara atın və ürəyinizin çırpındığı o böyük xəyalın ardınca cəsarətlə addımlayın. Göy üzünün ən parlaq ulduzu kimi işıldamaq sizin təbii haqqınızdır və bunu hər kəsə sübut edin. Qız. Analitik zəkanız və detallara olan inanılmaz diqqətiniz bugün ən mürəkkəb problemləri belə asanlıqla həll edəcək. İşinizdə nümayiş etdirdiyiniz mükəmməllik tərzi rəhbərliyin rəğbətini qazanmaq üçün sizə əla fürsət yaradır. Planlı və nizamlı hərəkət etmək zamanı düzgün idarə etməyinizə və hər şeyə vaxt tapmağınıza kömək edəcək. Maddi məsələlərdə qənaətçil davranmaq gələcək planlarınız üçün möhkəm bir maliyyə zəmini hazırlayır. Münasibətlərdə qarşı tərəfi həddindən artıq tənqid etməkdən qaçmaq yarana biləcək gərginliyin qarşısını vaxtında alacaq. Sağlam qidalanma prinsiplərinə sadiq qalmaq həzm sisteminizin normal və rahat fəaliyyətini təmin edəcək. Zehni yorğunluğu aradan qaldırmaq üçün meditasiya və ya yoga kimi sakitləşdirici praktikalarla məşğul olun. Uzun zamandır görmədiyiniz bir qohumunuzdan alacağınız xoş xəbər ailədə böyük sevincə səbəb olacaq.
İş mühitindəki sənədləşmə işlərini qaydaya salmaq zehninizdəki qarışıqlığı da tamamilə aradan qaldıracaq. Həyatın təkcə vəzifələrdən ibarət olmadığını xatırlayaraq özünüzü əylənmək üçün də vaxt ayırın. Hisslərinizi məntiqlə süzgəcindən keçirmək emosional böhranlardan minimum zərərlə çıxmağınızı təmin edən amildir. Yeni bir dil öyrənmək və ya peşəkar bacarıqlarınızı artırmaq üçün bugün müraciətlər edə bilərsiniz. Dostlarınızın sizə müraciət etdiyi məsləhət saatlarında obyektivliyinizlə onlara doğru yolu göstərəcəksiniz. Gərəksiz narahatlıqları və bədbin düşüncələri zehninizdən qovaraq anın gözəlliyinə fokuslanmağa çalışın. Kainatın mükəmməl nizamına güvənin və hər şeyin tam zamanında baş verdiyini qəbul edin. Bugün atacağınız kiçik, lakin sistemli addımlar gələcək böyük uğurlarınızın memarı olacaq. Tərəzi. Həyatınızın hər bir sahəsində harmoniya və ədalət axtarışı bugün özünün ən yüksək nöqtəsinə çatacaq. Diplomatik istedadınız sayəsində ətrafınızda yaşanan münaqişələri sülh yolu ilə həll etmək missiyasını üzərinizə götürəcəksiniz. İncəsənətə, gözəlliyə və estetikaya olan sevginiz bugün yaradıcılıq işlərində özünü qabarıq göstərəcək. İş tərəfdaşlıqlarında və ya müqavilələrdə hər iki tərəfi məmnun edəcək kompromislər tapmaqda çətinlik çəkməyəcəksiniz. Maddi mövzularda balanslı olmaq və gəlir çıxar hesabatını düzgün aparmaq sizi gələcək borclardan qoruyacaq. Sevgi münasibətlərində qarşılıqlı hörmət və daxili səmimiyyət bağlarınızı tam fərqli bir səviyyəyə qaldıracaq. Yalnız daxili dünyanızla baş-başa qalmaq üçün gün ərzində qısa bir zaman kəsiyi ayırmağınız tövsiyə olunur. Böyrək və bel nahiyənizin sağlamlığına diqqət yetirmək, bol su içmək bugün xüsusilə əhəmiyyətlidir. Yeni geyimlər almaq və ya imicinizdə dəyişiklik etmək özünüzə olan inamı vizual olaraq təsdiqləyəcək. Sosial çevrənizdə populyarlığınız artır və bir çox insan sizinlə vaxt keçirmək üçün can atır. Qərar verməkdə çətinlik çəkdiyiniz anlarda ürəyinizin ilk səsini dinləmək sizi ən doğru nəticəyə aparacaq. Keçmişdə qalan bəzi bədbin xatirələrin bugünün gözəlliyinə kölgə salmasına qətiyyən icazə verməyin. Müdiriyyətlə keçiriləcək görüşlərdə öz haqlı mövqeyinizi sakit və təmkinli şəkildə müdafiə etməyi bacarın. Həyatın sizə təqdim etdiyi bütün rəngləri sevgi ilə qəbul edin və onlardan daxili palitranızı zənginləşdirin. Ruhunuzu bəsləyən musiqilər dinləmək günün bütün gərginliyini və negativini bədəninizdən tamamilə silib aparacaq. Öz daxili tarazlığınızı tapdıqda xarici aləmdəki bütün xaosun yox olduğunu heyrətlə müşahidə edəcəksiniz. Bugün hər bir addımınızda zəriflik və zəka nümayiş etdirərək ətrafa işıq saçmağa davam edin. Əqrəb. Bugün daxili gücünüzün və gizli potensialınızın fərqinə vararaq küllərinizdən yenidən doğulduğunuzu hiss edəcəksiniz. Müəmmalı və cəlbedici auranız ətrafınızdakı insanların diqqətini maqnit kimi özünə çəkməyi bacarır. Karyeranızda strateji gedişlər etmək və rəqiblərinizi qabaqlamaq üçün mükəmməl bir zaman kəsiyindəsiniz. Maliyyə böhranlarını fürsətə çevirmək və gizli gəlir mənbələrini aşkar etmək qabiliyyətiniz işə düşəcək. Münasibətlərdə qısqanclıq və idarə etmə meyllərini cilovlamaq qarşı tərəflə səmimi ünsiyyəti qorumağın yeganə yoludur. Sağlamlığınız baxımından bədəninizi toksinlərdən təmizləyəcək detoks proqramlarına başlamaq üçün çox uyğun gündür. İntuisiyanızın səsinə qulaq asaraq yalan danışan və ya maska taxan insanları dərhal ifşa edəcəksiniz. Gizli qalan həqiqətlərin üzə çıxması sizə bəzi məsələlərdə tam aydınlıq və daxili rahatlıq gətirəcək. Yaradıcılıq sahəsində daxili ehtirasınızı işinizə yansıtmaq ortaya möhtəşəm layihələrin çıxmasına səbəb olacaq. Heç bir çətinlikdən qorxmadan hədəfə doğru qətiyyətlə irəliləmək sizin xarakterinizin ən güclü tərəfidir. Yaxın dostlarınızla edəcəyiniz dərin və fəlsəfi söhbətlər ruhunuzun axtardığı suallara cavab tapacaq. Keçmişin emosional yüklərini geridə qoyaraq gələcəyə doğru təmiz bir səhifə açmağın vaxtıdır. Sərmayə qoyuluşlarında riskli addımlardan uzaq durmaq və mütəxəssis rəyinə əsaslanmaq ağıllı addım olar. Həyatın gizli sirlərini və ezoterik mövzuları araşdırmaq daxili dünyanızı daha da zənginləşdirə bilər. Özünüzə olan inamınız hər hansı bir uğursuzluq dalğasını dəf edəcək qədər güclü və sarsılmazdır. Ox atan. Bugün nikbinliyiniz və tükənməz macəra ruhunuz sayəsində həyatın qarşınıza çıxardığı hər bir fürsəti sevinclə qarşılayacaqsınız. Yeni üfüqləri kəşf etmək, fərqli mədəniyyətlərlə tanış olmaq istəyi daxilinizdə güclü şəkildə alovlanır. Karyeranızda vizyoner ideyalarınızla seçilərək böyük bir layihənin rəhbərliyini öz üzərinizə götürə bilərsiniz. Maliyyə məsələlərində şansınızın gətirdiyi bu gündə gözlənilməz maddi qazanclar əldə etmək ehtimalınız olduqca yüksəkdir.
Şəxsi münasibətlərdə partnyorunuza azadlıq tanımaq aranızdakı etimadı və məhəbbəti daha da artıracaq. Səhhətinizə gəldikdə açıq havada qaçış və ya dinamik idman növləri ilə məşğul olmaq sizə gümrahlıq bəxş edəcək. Fəlsəfə, din və ya hüquq mövzularında aparacağınız araşdırmalar intellektual dünya görüşünüzü xeyli genişləndirəcək. Dostlarınızla birlikdə planlaşdıracağınız qısa müddətli səyahət sizə unudulmaz və xoş xatirələr bəxş edə bilər. Həyatın gətirdiyi xırda problemlərə böyük yumor hissi ilə yanaşaraq gərginliyi asanlıqla neytrallaşdıracaqsınız. İş mühitində təkəbbürlü davranmaqdan qaçmaq həmkarlarınızla sağlam və məhsuldar münasibətlər qurmağa kömək edər. Səmimi və dürüst xarakteriniz sayəsində bugün ətrafınızdakı insanların böyük rəğbətini və inamını qazanacaqsınız. Gələcəyə yönəlik böyük hədəflərinizi reallaşdırmaq üçün bugün ilk praktiki addımları atmağa başlayın. Şübhələri və qorxuları geridə qoyaraq kainatın sizə bəxş etdiyi bu möhtəşəm axına tamamilə etibar edin. Axşam saatlarında sevdiyiniz bir filmi izləmək və ya musiqi dinləmək zehninizi tamamilə dincəldəcək. Hər bir təcrübənin həyat dərsi olduğunu bilərək, qarşılaşdığınız hər bir hadisəyə təşəkkür etməyi öyrənin. Oğlaq. Bugün nümayiş etdirəcəyiniz dəmir intizam və yüksək məsuliyyət hissi sayəsində ən çətin zirvələri belə fəth edəcəksiniz. Karyeranızda pillə-pillə irəliləmək strategiyanız rəhbərliyin xüsusi diqqətini cəlb edir və yüksək qiymətləndirilir. Maddi sahədə uzun müddətli və zəmanətli investisiyalara yönəlmək gələcək maliyyə təhlükəsizliyinizi tam təmin edəcək. İşgüzar danışıqlarda təmkinli və professional davranmaq sizə böyük üstünlüklər və yeni müqavilələr qazandıracaq. Şəxsi münasibətlərdə duyğularınızı soyuq saxlamaq əvəzinə səmimi hisslərinizi büruzə vermək partnyorunuzu xoşbəxt edəcək. Sağlamlığınızla bağlı sümük və oynaq sisteminizə diqqət yetirmək, kalsium balansını qorumaq olduqca vacibdir. Keçmiş təcrübələrinizdən çıxardığınız dərslər bugün qarşıya çıxan maneələri asanlıqla dəf etməyinizə kömək edəcək. Evinizdə nizam-intizam yaratmaq və lazımsız əşyaları uzaqlaşdırmaq zehninizə də daxili hüzur gətirəcək. Sosial layihələrdə və ya xeyriyyə işlərində iştirak etmək cəmiyyətdəki nüfuzunuzu daha da möhkəmləndirəcək. Zamanı düzgün idarə etmək bacarığınız sayəsində planlaşdırdığınız bütün işləri vaxtından tez tamamlayacaqsınız. Həyatın çətinlikləri qarşısında heç vaxt təslim olmayan güclü xarakteriniz bugün hər kəsə nümunə olacaq. Dostlarınızın sizdən gözlədiyi mənəvi dəstəyi onlara göstərmək aranızdakı sadiqlik bağlarını gücləndirəcək. Səbirsiz rəqiblərinizin səhvlərini sakitcə müşahidə edərək öz doğru gedişinizi etmək üçün gözləyin. Axşam saatlarında tək qalıb gələcək 5 illik planlarınızı yenidən nəzərdən keçirmək faydalı olar. Kainatın sizə təqdim etdiyi imkanları real və rasional şəkildə qiymətləndirməyi ən yaxşı bacaran sizsiniz. Dolça. Bugün orijinal ideyalarınız və vizyoner baxış bucağınız sayəsində ətrafınızda böyük bir intellektual inqilab edə bilərsiniz. Humanist dəyərləri rəhbər tutaraq cəmiyyətin rifahı üçün yeni layihələr hazırlamaq istəyiniz pik həddədir. Karyeranızda texnologiyanın və yeniliklərin gətirdiyi üstünlüklərdən maksimum istifadə etmək sizi ön sıralara çıxaracaq. Maddi durumunuzu yaxşılaşdırmaq üçün qeyri-adi və fərqli qazanc metodları üzərində düşünməyə başlamalısınız. Azadlığınıza olan ifrat düşkünlüyünüz şəxsi münasibətlərdə bəzən kiçik anlaşılmazlıqlar yaratsa da, bunu səmimiyyətlə həll edəcəksiniz. Sağlamlığınızla bağlı qan dövranı sisteminizə diqqət yetirmək və oturaq həyat tərzindən qaçmaq tövsiyə olunur. Dostluq əlaqələrinizdə dürüstlük və intellektual tərəfdaşlıq bugün ön plana çıxan əsas amillərdir. Yeni elmi kəşflər, kosmos və ya astrologiya mövzusunda oxuyacağınız məqalələr zehninizi tamamilə canlandıracaq. Qəlibləşmiş qaydalara və şablon fikirlərə qarşı çıxaraq öz fərqli yolunuzu cəsarətlə cızmağı bacarırsınız. İş mühitində yaradıcı komanda işlərinə liderlik etmək daxili potensialınızı tam şəkildə üzə çıxaracaq. Kainatın sizə bəxş etdiyi qeyri-adi intuisiyaya güvənərək gələcək trendləri öncədən təxmin edə bilərsiniz. Hisslərinizi dostlarınızla bölüşmək sizə emosional cəhətdən böyük bir yüngüllük və rahatlıq bəxş edəcək. Həyatın rutin ritmindən sıxıldığınız anlarda sənətlə məşğul olmaq ruhunuza ən yaxşı gələn dərmandır. Müasir dünya görüşünüz sayəsində gənclərə və ətrafınızdakılara böyük bir yol göstərici və mayak olacaqsınız. Maddi risklərdən uzaq duraraq ağlın və məntiqin səsinə qulaq asmaq bugün xüsusilə önəmlidir. Öz fərdiliyinizi qoruyun və dünyanı dəyişdirmək gücünə malik olduğunuzu bir an belə unutmayın. Balıqlar. Bugün daxili dünyanızın dərinliklərinə enərək ruhunuzun pıçıltılarını və gizli arzularını daha aydın eşidəcəksiniz.
Yüksək empatiya qabiliyyətiniz sayəsində ətrafınızdakı insanların dərdlərinə şərik olub onlara mənəvi şəfa verəcəksiniz. Yaradıcılıq və incəsənət sahəsində ilham pərləriniz bugün sizinlədir və möhtəşəm əsərlər yarada bilərsiniz. Karyeranızda intuisiyanızın sizi yönləndirdiyi qərarlar ən doğru və uğurlu nəticələrə gətirib çıxaracaq. Maliyyə məsələlərində xəyalpərəst olmaqdan qaçmaq və reallıq hissini itirməmək gələcəyiniz üçün çox vacibdir. Sevgi münasibətlərində romantikanın nağılvari astanasından keçərək partnyorunuzla unudulmaz emosional anlar yaşayacaqsınız. Səhhətinizlə bağlı ayaq nahiyənizə diqqət yetirmək və dincəlməyə vaxt ayırmaq ümumi tonusunuzu qoruyacaq. Meditasiya, dua və ya su kənarında gəzinti daxili gərginliyinizi tamamilə yox edərək ruhunuzu təmizləyəcək. Keçmiş inciklikləri və sizi incidən insanları bağışlamaq daxili azadlığa qovuşmağınızın ən böyük rəmzidir. Sosial mühitdə bəzi insanların mənfi manipulyasiyalarından qorunmaq üçün şəxsi sərhədlərinizi mütləq möhkəm qoruyun. Ehtiyacı olan insanlara və ya kimsəsiz heyvanlara edəcəyiniz yardımlar qəlbinizdə sonsuz bir dinclik yaradacaq. Gördüyünüz mistik yuxuların mənasını araşdırmaq sizə bəzi qaranlıq məqamlarda işıq ucu göstərə bilər. Həyatın sirlərinə qarşı olan dərin marağınız sizi gizli və maraqlı biliklərin ardınca aparacaq. İş yerində rəqabətdən uzaq duraraq öz sakit və yaradıcı küncünüzdə möcüzələr yaratmağa davam edin.